Səbri sözlərindən hamı faydalanacaq. İcazə versiniz, mən çox vaxtınızı almayayım. Bəlkə də elə qabağa düşməyimin səbəbi budur ki, mən qısa danışıb, başınızı çox ağrıtmaq istəmirəm, uzun danışıb və qısa danışmaq istəyirəm. Sadəcə təbrik sözü ilə kifayətlənmək istəyirəm. Sadəcə bir neçə ürək sözüm var bu məclisə, burada əyləşən möminlərə, onları sizlə bölüşmək istəyirəm. Hədislərdə alimlər təsdiq eləyər mənim sözümü. Bir neçə yerdə şəxsən mən görmüşəm ki, zamanların ən pisi barədə danışarkən hədislərdə bizim zamanımızı qeyd edirlər. Zamanların ən pisi o zamandır ki, Allahın hüccəti qeybdə olar. Ən ağır, ən çətin zaman o zamandır ki, insanlar Allahın hüccəti ilə əlaqə yarada bilməzlər. O qeyb pərdəsi arxasında olar. Onu sevən insanlar onun həsrəti ilə yaşayarlar. Bu çox çətin zamandır. Və biz belə bir zamanda yaşayırıq ki, hədislərdə ən ağır, ən çətin zaman bizim yaşadığımız zamandır. Bu elə bir zamandır ki, insanlar çaşqınlıqda olar. Haqqı nahaqdan seçmək çox çətin olar. Bəsirət tələb eləyər, mənəviyyat tələb eləyər.